Salam əziz həmkarlar. Çoxalma və ontogenez, hüceyrənin bölünməsi üsulları, mitoz və meyoz. 1. Diploz sözünün Yunanca mənası diploz cüt deməkdir. Haploz sözünün Yunanca mənası haploz tək deməkdir. Meioz sözünün Yunan dilində təcrübəsi meyoz bölünmə, azalma deməkdir. Heyvanlarda gələcək cinsi hüceyrənin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom dəstinə malikdir? Əsasən, baxın, gələcək cinsi hüceyrənin inkişafına başlanğıc verən hüceyrə. Siz bilirsiniz ki, cinsi hüceyrə N olur. Cinsi hüceyrəni N əmələ gətirmək üçün 2N başlanğıc hüceyrə olmalıdır ki, bundan N xromosom dəstinə malik cinsi hüceyrə, yəni qamet əmələ gəlsin. Deməli, bu da olur diploid. Daha sonra heyvanlarda zülalların, karbohidratların və yağların fasiləsiz sintezi mümkün deyil. Bölünmə vaxtı. Məsələn, interfazanın ortasında, əvvəlində, axırında böyümə vaxtı ola bilər, amma bölünmə, mitoz zamanı yağdır, karbohidratdır, zülaldır, sintez olunmur. İnterfaza zamanı hüceyrənin həyat fəaliyyəti üzərində nəzarəti həyata keçirir, özünüz bilirsiniz ki, xromosomlar. Mitoxondrinin və xloroplastların, həmçinin Golgi aparatının elementinin sayının artması hüceyrə həyatının hansı dövründə baş verir? İnterfaza mərhələsində iki membranlı orqanoidlərdir, digər orqanoidlərdir, DNT-dir. Bunların sayının artması, özünü ikiləşdirməsi interfaza mərhələsində baş verir. Heyvan orqanizmdə istiqamətləndirici cisimciklərin, bu əsasən yumurta hüceyrə əmələ gəlir, 3 dənə də yönəlci cisimcik, yəni istiqamətləndirici cisimcik. Yumurta hüceyrə də N xromosom dəstinə malik olur, yönəlci cisimciklər də N xromosom dəstinə malik olur, yəni haploid. Meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə nələr çəkilir? Sərbəst xromosomlar, 2 xromatidli xromosomlar. Bitkilərin kök çilikləri və vegetativ çoxaldılması zamanı onların köklərində hansı tumurcuqlar əmələ gəlir? Bilirsiniz ki, əlavə tumurcuqlar əmələ gəlir. Xromosomda xromatidlər biri-biri ilə nə vasitəsilə əlaqələnir? Sentromer vasitəsilə əlaqələnir. Yumurta hüceyrə və spermatozoidlər hansı terminlə ifadə eləmək olar? Hər ikisi qametdir. Qametlər bölünmə vətəri mitozun hansı fazasında yaranmağa başlayır? Profaza mərhələsində yaranır. Harada əmələ gəlməsi başa çatır? Metafaza mərhələsində. Yəni, bölünmə vətəri profazada əmələ gəlir, metafaza mərhələsində başa çatır. DNT-nin ikiləşməsi hüceyrənin həyatının hansı mərhələsində baş verir? İnterfaza mərhələsində baş verir. Hüceyrə xromosomlarında xromatidlərin ikiləşməsinin əsasını nə təşkil edir? DNT. Yəni, DNT-nin özünü sintez etməsi xromatidləri ikiləşdirir. Reduksiyon bölünmə. Reduksiyon azalma deməkdir, yəni meyoz bölünmədir. Sual işarəsinin yerinə nə yazılmalıdır? Əsasən, mitoz bölünmə zamanı ana hüceyrəyə oxşar eyni xromosom dəstinə malik qız hüceyrələr əmələ gəlir. Meyoz bölünmə zamanı xromosom dəsti yarıya düşür. 2N-dirsə əmələ gələn hər bir hüceyrədə xromosom dəsti yarıya N-ə düşür. Daha sonra meyozun mitozdan fərqləndirən əsas əlamətlər Krasnqoverlə konjugasiyadır. Krasnqoverlə konjugasiya birinci profazada olur. Bir də birinci anafazada meyoz bölünmə zamanı qütblərə sərbəst xromosomlar çəkilir. Ona görə birinci profaza və birinci anafaza mərhələsinə görə meyoz mitozdan fərqlənir. Drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olur? Baxın, birinci bölünmə deyir. Ümumilikcə bilirsiniz ki, məsələn, meyozu yazsaq birincidə 2N4C, 2N4C, profaza, metafaza, 2N4C, anafaza, N2C, bu da olur telefaza. İndi drozofil milçəyinin 2N-i 8-ə bərabərdir və anafazanın sonunda
Neçə xromosom? 2. 2 8-ə bərabər olduğu üçün elə 8 xromosom olur. Drozofil milçəyinin ilkin cinsiyyət hüceyrələrində meyozun ikinci bölünməsinin anafazasında neçə qız xromosom əmələ gələr? Baxın, indi N2C düşür profaza 1, N2C düşür profaza 2, metafaza 2, daha sonra 2N2C olur anafaza 2, NC olur telofaza 2. İndi səndən ilkin cinsiyyət hüceyrələrində meyozun ikinci anafazasında, ikinci anafazası da 2N'dir. 2N də 8-ə bərabər olduğu üçün elə 8 götürürsünüz. Yalnız qeyri-cinsi yolla çoxalan heyvan orqanizmində baş vermir. Yalnız qeyri-cinsi. Meyoz bölünmə cinsi çoxalmada baş verir, qeyri-cinsi çoxalmada yox. Əgər hüceyrədə DNT-nin sintezi gedirsə, DNT sintezi olunursa, ikiləşirsə, membranlı orqanoidlər özünü ikiləşdirirsə, bu interfaza mərhələsidir. Əgər drozofilin yumurta hüceyrəsində 4 xromosom varsa, onun bağırsağının bölünən hüceyrəsində metafaza mərhələsində neçə xromatid görmək olar? Baxın, 4 dənə xromosomu var yumurtada. N bərabərdir 4-dədir. İndi səndən bağırsaq deyir. Bağırsaq bölünmə hüceyrəsi mitoz bölünmə gedir. Yəni olur mitozun profazasında 2N4C. Mitozun telofazasında, metafazasında 2N4C. Anafazada 4N4C, telofazada 2N2C. İndi səndən nəyi soruşur? Metafaza mərhələsində. Metafaza mərhələsində xromatid 4C-dir. Sənin də haploid dəstin 4-ə bərabərdir. 4 vurulsun 4, bu deyir 16. A bəndi. Yəni bu formada düsturla yerinə qoyub yazmaq olar. Daha sonra meyoz zamanı xromosomlar arasında irsi məlumatın mübadiləsi baş verir. Birinci bölünmənin profaza mərhələsində krosom qover və konjugasiya baş verir. Aşağıdakılardan hansı doğru deyil? Meyozun birinci bölünməsindən sonra əmələ gəlmiş hər bir qız hüceyrədə DNT-nin ikiləşməsi baş verir. Sonra meyozun ikinci bölünməsi başlar. Bax, bu səhv bir fikirdir. DNT özünü ikiləşdirir yalnız birinci bölünmədən əvvəl interfaza mərhələsində. Birinci bölünmə ilə ikinci bölünmə arasında interfaza gedə bilər, amma DNT-nin ikiləşməsi baş vermir. Meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur, doğrudur. Meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur, doğrudur. Meyozun ikinci bölünməsi zamanı homoloji xromosomlarda irsi məlumatın mübadiləsi baş verir, doğrudur, baş vermir, 2 düzdür. Birinci bölünmədə baş verir. Meyozun ikinci bölünməsinin anafaza mərhələsində qütblərə qız xromosomlar çəkilir, bunlar da doğrudur. Daha sonra heyvanlarda yumurta hüceyrənin yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən doğru deyil. A birinci dərəcəli yönəldici cisimcikdir, B ikinci dərəcəli yönəldici cisimcikdir. İndi gəlin baxaq. Məsələn, B-də haploid xromosom yığımı olur, doğrudur. A-da haploid xromosom yığımı olur, bu da doğrudur. Çünki birinci dərəcəli yönəldici cisimcik N2C, yəni xromosom sayı N, xromatid sayı 2C, DNT sayı 2D'dir. İkinci dərəcəli yönəldici cisimcikdə xromosom N, xromatid C, DNT D'dir. İndi gəlin baxaq. B-də haploid xromosom doğrudur. A-da da haploid xromosom doğrudur. A meyozun birinci bölünməsi nəticəsində əmələ gəlib, doğrudur, birinci dərəcəli yönəltişimcik. A-da DNT-nin miqdarı yetişmiş yumurta hüceyrə qədər olduğu qədərdir, səhvdir. A-da DNT-nin miqdarı 2-dir, yetişmiş yumurta hüceyrədə də N-dir, N, haploid. Deməli, bu yanlış fikirdir. B-də DNT-nin miqdarı yetişmiş yumurta hüceyrə B ikinci dərəcəli yönəltişimcikdir, D-dir, yumurta hüceyrə də N, yəni ikisi də haploiddir, Y də doğrudur. Deməli, yanlış oldu. D variantı. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromosom, neçə xromatid olar? Meyozun ikinci bölünməsinin profaza mərhələsi N2C-dir. N haploiddir.
Cinsiyyət hüceyrə 23, 2-ni də vurursan 23-ə 46. Deməli 23 xromosom, 46 xromatid var C bəndi. Düsturu qoyub yaza bilərsiniz. İlkin cinsi hüceyrələrdə meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid var? 2N 4C. Birinci mərhələ anafazanın düsturu 2N 4C'dir. N'lər və C'lər haploiddir. 2 vurulsun 23, 46 xromosom. 4 vurulsun 23, 92 xromatid. 46 xromosom, 92 xromatid. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom və neçə xromatid olar? Anafaza mərhələsinin sonunda 2N və 2C olur. 2 vurulsun 23, 46 xromosom. 2 vurulsun 23, 46 da xromatid. Bu da eləyir B bəndi. Yetişmiş yumurta hüceyrəsində 24 xromosomu olan orqanizm və həmin orqanizmin bölünən bağırsaq hüceyrə, bağırsaq mitozdur. Əvvəlcə mitozun düsturunu yaz. 2N 4C profaza, 2N 4C metafaza, 4N 4C anafaza, 2N 2C telefaza. Anafaza mərhələsinin sonunda xromosom 4N'dir. 24 vurulsun 4. Bu da eləyir 96. Bu da elədi şimpanziyə 96. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görülən xromosom sayı 24'dür. Yəni bunun 4N'i 24'ə bərabərdir. N'i də bərabər olacaq 6'ya. Bu fərddə yetişmə zonasının sonunda əmələ gələn yönəlci cisimcik. Yönəlci cisimcik N xromosom dəstinə malikdir. Elə N6 olduğu üçün yönəlci cisimcik də olacaq 6Y bəndi. Bölünmə vətərinin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi mitozun metafaza mərhələsinə uyğun gəlir. Yadınızda saxlayın. Sentriolların hüceyrənin qütblərinə çəkilməsi, nüvədə ikləşmiş xromosomların görünməsi, bölünmə vətərlərinin əmələ gəlməyə başlaması və nüvə qılafının həll olması hüceyrənin hansı fazasında? Profazasında. Qız xromosomların hüceyrənin qütblərinə çəkilməsi anafaza mərhələdə baş verir. Mitozda 2 xromatidli xromosomlardan bir xromatidli hala keçməsi anafazda tur parçalayır. Artıq anafaza mərhələsində 2 xromatidli xromosomlar 1 xromatidli xromosomlara çevrilir. Meyozun hansı fazasında hüceyrənin qütblərinə tək xromatidlər çəkilir? İkinci bölünmənin anafaza mərhələsində. Epitel hüceyrəsinin həyat siklinin hansı fazasında DNT özünü sintez edir? Bunlar əsasən harada baş verir? İnterfazada. Drozofil milçəyinin somatik hüceyrəsində bir nüvəsində 8 xromosom vardır. Onun 4'ün anadan, 4'ün atadan almışdır. Bu milçəyin qametlərində atadan və anadan alınmış xromosomların sayı hansı cavabda düzgün göstərilib? Yəni, bunun 4'ün anadan, 4'ün atadan alıbsa, deməli 0-dan 4'ə qədər anadan, 0-dan 4'ə qədər də atadan alıb. Bu da eləyir A bəndi. Meyozun birinci bölünməsinin anafaza mərhələsində ata və ana xromosomları hüceyrənin qütblərinə necə paylanır? Konjugasiyadan sonra səhvdir, bu profazadır, bizə anafaza lazımdır. Ana xromosomlar bir qütbə, xeyr, təsadüfi şəkildə paylanacaqlar. Ana və ata xromosomların yarısı bir qütbə, xeyr, cüt əmələ gətirməyə, xeyr. Ana və ata xromosomlar qütblərə təsadüfi şəkildə paylanırlar. Doğrudur. Təsadüfi şəkildə yarısı yuxarıya, yarısı aşağı şəklində paylanma baş verir. Meyozun hansı fazasında hüceyrənin xromosom sayı fərdin somatik hüceyrəsinin xromosom sayına bərabər olur? Əlbəttə ki, bərabər olacaq anafaza 1-dən anafaza 2-də. Çünki anafaza 1-də də 2N4C'dir, anafaza 2-də də 2N2C. Xromosom sayı hər ikisində 2'dir. Yəni bunun eynidir. C bəndi. Daha sonra namalum bir orqanizmin embrional inkişafı müşahidə edərkən siz bu fərdin formalaşması prosesini 7-ci mərhələdə başa çatmasını aşkar etmisiniz. Yəni bunlarda orqan və toxumalar əmələ gəlməyib 7-ci mərhələ deyirsə, bu zaman bu bağırsaq boşluqlar olacaq.
Burada da olacaq stavromeduzalar, yəni bağırsaq boşluqlar tipinin nümayəndələrini götürmüş olursunuz. Şimpanzenin qametinin autosom xromosom sayı 23'dür. Siz bilirsiniz ki, qametdə autosom 23'dürsə, qametin xromosom sayını tapmaq üçün autosomun üzərinə 1 gəlirsiniz. 23'ün üzərinə 1 eləyir 24. Yəni şimpanzenin qametində 24 xromosom var. İndi nə deyir? Bu orqanizmində meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom və neçə xromatid? Birinci bölünmənin sonunda N sayda xromosom, 2C sayda xromatid var. Yəni xromosom sayı 24, xromatid sayı da 2'ni vurursan 24 eləyir 48. Bu da eləyir D bəndi. Şimpanzenin qametinin autosom xromosom sayı 23'dür. Bu orqanizmdə meyozun sonunda deyir. Meyozun sonu deyirsə, sonda N sayda xromosom, C sayda xromatid. 23'ün üzərinə gəlirsən 1 eləyir 24. Yəni 24 xromosomu, 24 xromatidi var. Bu da eləyir Y bəndi. İlanın yetişmiş yumurta hüceyrəsinin xromosom sayı 7'dir. Aha, bu orqanizmində ilkin hüceyrənin meyozun birinci bölünməsinin anafazasında N2C. Bu zaman 7 xromosom 14 xromatidi olur. Bu da eləyir, aha, birinci bölünməsinin anafaza, biz sonunu yazdıq, telefazanı yazdıq. Birinci bölünmənin anafazası 2N4C'dir, yəni heç bir dəyişilmə yoxdur. 2'ni vurursan 7'ye 14 xromosom, 4'ü vurursan 7'ye 4 və 7 28. 28 xromatidi var. Əgər telefaza desəydi, mən dediyim kimi N2C ilə yazacaqdınız. Deməli oldu 14 xromosom, 28 xromatid. Bu da eləyir C bəndi. Yetişmə mərhələsinə daxil olan hüceyrənin bölünməsinin nəticəsində 8 spermatozoid əmələ gəlir. Bu zaman maksimum neçə hüceyrədə gen mübadiləsi? Bir dənə hüceyrə bölünəndə 4 dənə spermatozoid. Bəs 8 spermatozoidim neçə hüceyrədən 2? 8'i bölürsən 4'ə tapırsan 2. Bu zaman 2 dənə hüceyrədə spermatozoid əmələ gələr və gen mübadiləsi ilə 2. Yəni olur B bəndi. Yetişmə mərhələsinin sonunda 8 spermatozoid əmələ gəlibsə, bu mərhələnin əvvəlində neçə hüceyrəyə bölünməyə başlamış? Aha. Və 2 xromatdən ibarət xromosomlar neçə hüceyrənin qütbünə çəkilmişdir. Yenə 2 dənə hüceyrə bölünməyə başlamış, hərəsində bir dənə, yəni bir hüceyrədə 2 xromatiddən ibarət xromosom qütbə çəkildiyi üçün, 2 hüceyrə olduğu üçün elə 2'ni götürürsünüz. Bu da eləyir C bəndi. Yəni bax bir dənə hüceyrə daxil olursa, bax bu sənin bir dənə hüceyrəndir. Meyoz 1'ə uyğunlaşır. Meyoz 1'in nəticəsində bax bu bir dənə hüceyrəndə 2 xromatiddən ibarət xromosomlar qütblərə çəkilir. Təzədən meyoz 2'yə gedirlər. Bu da meyoz 2'dir. Artıq meyoz 2'də əmələ gəlmiş bu 2 dənə də yenidən artıq tək xromatidli xromosomlar qütblərə çəkilir. Yəni 2 xromatidli xromosomlar bir dənə hüceyrədə qütblərə çəkilir. Bir başlanğıc hüceyrə daxil olanda bir dənə hüceyrə qütblərə çəkiləndə 2 başlanğıc hüceyrə daxil olanda 2 dənə hüceyrədə qütblərə çəkiləcək. Ona görə 2-2. Normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 2 ədəd Y cinsiyyət xromosomu görünərsə, bu insan üçün söylənlərdən hansı doğrudur? 2 ədəd Y görünübsə, deməli Y-də nədir? Qametdir. Qametləri qamçıya malik olacaq. X olsaydı, qametləri qamçısız olacaqdı. Məsələn, burada da deyir ki, X cinsiyyət xromosomu görünərsə, bu zaman bunların qametləri qamçısız olacaq. A bəndi. İnsanda meyozun ikinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində sonda ikinci bölünmədə N haploid olduğu üçün 23 xromosom, 23 xromatid əmələ gəlir. Bu deyir D bəndi. Birinci bölünmə nəticəsində deyirsə, birinci bölünmədə N2C'dir. N 23 xromosom, 2'ni vursan 23'ə 46 xromatid. Bu deyir C bəndi. Düsturu qoyub yerinə yazmaq lazımdır. Ada dovşanın zigotunda 44 xromosom var. Onun quyruq hüceyrəsinin nüvəsində neçə xromosom? Zigot 2N'dir. 2N bərabərdir 44'dür. Aha, bunu yazdıq. Sən də bilirsən ki, quyruq hüceyrəsi də 2N'ə bərabərdir. Elə 2N 44 olduğu üçün quyruq hüceyrəsi də 44'ə bərabər olacaq. D bəndi. İndi deyir, ada dovşanın zigotunda 44. Yumurta hüceyrə qametdir. Qametdə haploiddir.
2n-44 isə haploid 44-ü N-in qarşısındakı rəqəmə bölürsən 22. Yəni bunun haploid xromosom dəsti də 22-yə bərabərdir. Sxemdə hansı proses əks olunub? Baxırsınız, N-in 2-ni neyləyib? Mayalandırıb. Deməli, mayalanma prosesi baş verib. Burada da bir dənə ana hüceyrədən 2 qız hüceyrə əmələ gəlib və eyni xromosom dəstinə malikdir. Deməli, bu da mitoz bölünmənin sxemidir. Meyozun hansı mərhələsində xromosomlar arasında irsi mübadilə baş verir? Krasonqover və konjugasiya, bu da birinci bölünmənin profazasında. Şəkilə əsasən söylənilən mülahizələrdən doğru olmayanı tapın. Baxın, bu anafaza mərhələsidir. Qütbələrə çəkilən xromosomlarda bir DNT molekuluna malikdir, doğrudur. Çünki bir xromatidlidir. Şəkilə baxsaz bir xromatidlidir. Xromosomlar ekvator boyunca düzülərək metafaza lövhəsi əmələ gətirmişdir. Metafaza lövhəsi əmələ gətirməyib axı. Bu hal-hazırda anafazadır. Tutub dartıb çəkib. Deməli, B yanlışdır. Hüceyrə anafaza mərhələsini keçirir. C də doğrudur. Göstərilən mərhələdə bölünmə vətənləri xromatidləri qütblərə çəkir. D də doğrudur. 2 xromatidli xromosomlar bir xromatidliyə keçdiyi üçün hüceyrədə olan xromosomların sayı 2 dəfə artır. Y də doğrudur. Deməli, burada oldu. Cavabımız B bəndi. İndi bura baxaq. Şəkilə əsasən söylənilən mülahizələrdən hansı doğru deyil? Göstərilən mərhələdə diploid orqanizmin xromosom yığımı düzdür. Anafazada 4n-4c-dir. Doğrudur. Bu mərhələdə xromosomlarda bir DNT molekuluna malikdir. Bu da doğrudur. Xromosomlar hüceyrənin mərkəzinə metafaza, səhv də anafaza mərhələsindədir. Metafaza lövhəsi əmələ gətirməyib. C bəndi. Göstərilən mərhələdə bölünmə vətərləri xromatidləri qütblərə çəkir. D də doğrudur. Hüceyrənin qütblərinə xromatidlər çəkildiyindən xromosom yığımı 2 dəfə artır. Y də doğrudur. Deməli, cavab oldu burada. Nə oldu cavab? C bəndi. Şəkilə əsasən düzgün mülahizəni müəyyən edin. Yenə anafaza mərhələsidir. Xromosom dəsti 4n, xromatid 4c, DNT 4d-dir. A variantı yanlışdır. 2n-4c verib. Xromosomlar hüceyrənin B bəndi də yanlışdır. Xromatidlər hüceyrənin qütblərinə çəkilməsi nəticəsində xromosom yığımı 2 dəfə artmışdır. Düzdür. C doğrudur. 2 xromatidli tam xromosomlar yox. Baxsaz tək xromatidlidir. Bu mərhələdə sitoplazma 2-yə bölünür. Səhvdir. Telefazada 2-yə bölünür. Deməli oldu. C bəndi. Eyler-Venn diaqramına əsasən Y, Z-in bir də ikisi müəyyən et. Mitoz bölünmə, bir də meyoz bölünmə. İkisi də bölünmə vətərləri yaranır. Bölünmə vətəri ikisində yaranır. Y olmalı. Yəni ortada. X ilkin cinsiyyət hüceyrələri bölünür. Y hüceyrə qısa ömürlü olur. Z irsi müxtəliflik yaradır. Məsələn, qısa ömürlü meyoz bölünmə nəticəsində olur. Ortaq xüsusiyyət gəlib yanlışdır. X yaranan hüceyrələr yenə həmin yolla bölünə bilər. Düzdür. Mitozdan əmələ gələn hüceyrə yenə mitoz yolla bölünə bilər. Y hər ikisində bölünmə vətərləri yaranır. Doğrudur. Z meyoz bölünmə irsi müxtəliflik yaradır. Doğrudur. Deməli, elə oldu cavabınız C variantı. Sxemə əsasən səhv mülahizəni müəyyən edin. Bu əsasən interfaza mərhələsidir və interfaza mərhələsində presintetik, sintetik bir də postsintetik mərhələnin mülahizəsini verib. İndi sənə deyir ki, X-də bölünmədir. İndi səhv mülahizəni müəyyən edin. Gəlin edək. X-də xromatidlərin sayı artır. Hər hansı bir bölünmə mərhələsi gəlir, xromatid sayı artmır. Deməli, elə bir səhvdir. Y gamatogenezin yetişmə mərhələsində baş verir. Y şəkildə hansı hissədir? Baxaq. Şəkildə A. Y interfaza. Interfazada yetişmə mərhələsində baş vermir. Elə ki də yanlışdır. Yetişmə mərhələsində meyoz bölünmə baş verir. Y-də xromosom sayı xromatid sayına bərabər ola bilər. Doğrudur. X-də gamatogenezin çoxalma mərhələsində baş verə bilər. Məsələn, gamatogenezin çoxalma mərhələsi mitoz bölünmədir. Bu da düzdür. İnterfazadan sonra mitoz bölünmə gələ bilər. 4də doğrudur. X-in müəyyən fazasında xromosom sayı arta bilər. Doğrudur. Məsələn, X mitoz bölünmə olsa, anafazada xromosom sayı arta bilər. Y-də hüceyrə sayı artır. İnterfaza mərhələsində hüceyrə sayı artmır. Yanlışdır. Y-də xromatid sayı artır. Doğrudur. Deməli, bu oldu 1, 2, 6. A bəndi. Meyozun bölünməni digər bölünmə formalarından fərqləndirən proses konjugasiya və krasonqoverdir. Burada da konjugasiya var. D bəndi.
Düzgün olmayan mülahizəni müəyyən edin. Gəlin bir-bir müəyyən edək. Krasnover kombinativ dəyişkənlik mənbəyidir, doğrudur. Homoloji olmayan xromosomlar arasında hissələrin mübadiləsi Krasnover adlanır, səhvdir. Homoloji olmayan yox, ümumilikcə homoloji olan və hissələrin mübadiləsi Krasnover yox, konjugasiyadır. Krasnover çarpazlaşmadır. Deməli, yanlış dilə B bəndi. Sxemdə göstərilən mitoz bölünmə fazalarının düzgün ardıcıllığını müəyyən edin. Birinci profaza mərhələsidir 1. Sonra 3-də metafaza mərhələsidir. 4-də anafazadır. 2-də telefazadır. Bu eləyir D bəndi. Çovdar bitkisinin yarpaq hüceyrəsində 2N-i yəni 14-dür. Yarpaq 2N 14-ə bərabərdir. Bölünən N-i də 7-yə bərabərdir. Bunu da yaz. Bölünən endosperm hüceyrələrinin anafaza mərhələsinin sonunda endosperm 3N-dir. 3N budsa anafaza mərhələsində 2 dəfə artır, olur 6N. Sən də N-ə 7 tapırsan. 6 vurulsun 7, bu da bərabərdir 42. Y bəndi. Canlının bir nüvəli hüceyrəsində mitoz bölünməni metafaza. Metafaza mərhələsində 2N xromosom 4C xromatiddir. 4C bərabərdir 32, C də bərabərdir 8. Bu canlının qametində neçə xromosom var? Qametdə elə haploiddir. C haploid 8 olduğu üçün qametdə elə 8-ə bərabər olacaq. Əgər hüceyrədə bölünmədən bilavasitə qabaq N xromosom və N molekul DNT varsa, bölünmədən qabaq, mitoz bölünmə nəticəsində əmələ gəlmiş hər hüceyrədə, qız hüceyrəsində nə qədər xromosom və DNT molekulu olar? Baxın, bölünmədən bilavasitə qabaq xromosom sayı N-dirsə, elə mitoz bölünmə nəticəsində də N sayda xromosom əmələ gəlir. Amma deyir ki, N molekul DNT varsa, sonda əmələ gələcək DNT başlanğıc DNT-dən 2 dəfə az olur. Yəni ona görə də N bölünsün 2, Y bəndi. Meyozun ilkin bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı X, ana hüceyrə ümumilikcə 2N, 4C, 4D olur. Aha, birinci bölünmədən sonra əmələ gəlmiş birinci bölünmədə N, 2C, 2D olur. İndi buna uyğun olaraq yazın. Məsələn, X, yəni xromosom sayı yarıya düşüb. X bölünsün 2. Xromatid sayı M-dir, M də yarıya düşüb. M də bölünsün 2. DNT sayı D-dir, D də yarıya düşüb. D də bölünsün 2. Hamısını 2-yə bölə-bölə gedəcəksiniz. Bu da eləyəcək B bəndi. Meyozun birinci bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı, yəni ana hüceyrə 2N, xromosom 4C, xromatid 4D də DNT. İndi ikinci bölünmədə N, C'dir. İndi baxaq. X xromosom sayı yarıya düşüb, DNT sayı 4C'dən C'yə düşüb. Yəni C bölünsün 4, xromatid sayı da D-dən 4D-dən D-yə düşüb, D bölünsün 4. Bu da eləyir Y bəndi. Mitozdan bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı, yenə mitozu yaz, 2N, 4C, 4D. Ana hüceyrədə xromosom sayı 2, xromatid sayı M. Əmələ gələn qız hüceyrə. Qız hüceyrə 2N, 2C, 2D. İndi buna uyğun olaraq düzün. Xromosom sayı eynidir, yerdə qalanlarda 2 dəfə yarıya düşüb. Bu da eləyir C bəndi. İnsan hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində N2C. Neçə xromatid var deyir. 2 vurulsun C haploid dəstə 23-ə, bu da eləyir 46. C bəndi. İnsan hüceyrəsinin diploid xromosom dəsti 46, şimpanzedə 48, pomidorda 24, drozofildə 8, ev milçəyində 12-dir. Əgər meyozun birinci bölünməsinin anafaza mərhələsində, birinci bölünməsinin anafaza mərhələsi elə 2N4C-dir. Anafaza mərhələsində 48 xromosom varsa, bu yuxarıda göstərilən orqanizmlərdən hansına aiddir? 48 2N48-ə bərabər olan elə şimpanzedir, C bəndi. Şimpanzenin somatik hüceyrəsi, yəni 2N bərabərdir 48. Meyozun birinci bölünməsinin profaza mərhələsində. Meyozun birinci bölünməsinin profaza mərhələsi yenə 2N4C-dir. Neçə xromosom cütü? 2N48-ə bərabərdirsə, cüt deyəndə 24 cüt götürəsən. Çünki 24 cütüm eləyir 48. Aha, burada A birinci dərəcəli yönəlti simcikdir. Olur N, 2C, 2D. B ikinci dərəcəli yönəlti simcikdir. Olur N, C, D. Aha,
A və B-də xromatidlər bərabərdir, səhvdir. A-da xromatid 2C-dir, B-də xromatid C-dir. Deməli, A-da çoxdur. B-də mitoz, A-da meyoz, səhvdir. A birinci meyoz, B ikinci meyoz nəticəsində əmələ gəlir. A və B-də DNT-nin miqdarı səhvdir. A-da 2-dir, B-də D-dir. A və B-də xromosom sayı düzdür. A-da da N-dir, B-də də N-dir. Bu da eləyir D bəndi. Heyvanlarda yumurta hüceyrənin inkişaf sxemi verilmişdir. Hansı rəqəmlə işarələnmiş sahədə meyoz bölünmə gedə bilər? Bunlar əsasən mitoz bölünmə keçirir. Yetişmə mərhələsi 4 birinci meyoza, 5 ikinci meyoza məruz qalır. Bu da eləyir Y bəndi. Heyvanlarda yumurta hüceyrənin inkişafının yetişmə mərhələsində əmələ gəlmiş yenə A birinci dərəcəli yönəlçimcik, N sayda xromosom, 2C sayda xromatid, 2D sayda DNT-si var. B-də N sayda xromosom, C sayda xromatid, D sayda DNT-si var. Aha, indi gəlin bir-bir baxaq. A və B-də hüceyrənin xromatidlərinin miqdarı bərabərdir, səhvdir. Birində 2C-dir, birində C-dir. A-da və B-də DNT-nin miqdarı səhvdir. Birində 2D-dir, birində D-dir. B-də DNT-nin miqdarı A-dan 4 dəfə azdır. B-də D-dir, A-da da 2D-dir, 2 dəfə azdır. B-də DNT-nin miqdarı A-dan 2 dəfə çoxdur, səhvdir, 2 dəfə azdır. A-da DNT-nin miqdarı B-dən 2 dəfə çoxdur, doğru variantdır. Bu da eləyir Y bəndi. Diploid orqanizmdə meyoz prosesi zamanı göstərilən fazalardan hansılarında müvafiq olaraq xromosomlar 2 və 1 xromatiddən ibarət ola bilər? 2 xromosomlar olur birinci telefazada, çünki anafazada qütblərə xromosomlar çəkilir. İkinci telefazada da qütblərə xromatidlər çəkdiyi üçün əmələ gələn hüceyrələrdə 1 xromatiddən ibarət olacaq. Ona görə B bəndi. Əgər hüceyrənin sayı N, onların hər bir dəstində diploid dəsti X-dirsə, yəni 2N bərabərdir X-dirsə, meyoz nəticəsində əmələ gəlmiş meyozdan haploid hüceyrə əmələ gəlir. Və meyozda haploid hüceyrə əmələ gəldiyi üçün sən N-i tapmaq üçün nə eləyəcəksən? Aha, əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom dəsti var? Meyozda 4 dənə hüceyrə əmələ gəlir. Yadında saxla. 4 dənə. Baxın. Bunu başqa düsturla necə deyim? Məsələn, əgər hüceyrələrin sayı N-dirsə, onların hər birində xromosomların diploid dəsti X-dirsə, yəni sənin ikisin 2-yə bərabərdirsə diploid, bu hüceyrələrdə meyoz bölünmədən əmələ gəlmiş. Sən də bilirsən ki, sonda 4 dənə hüceyrə əmələ gəlir. 4 dənə hüceyrə əmələ gələndə biri bölürsən 4-ə, yəni yarı-yarıya düşür. Cəmi neçə xromosom var? Yəni, məsələn, sən 2-ni neçəyə vursan, xromosom sayını tapa bilərsən. Bax, 2 dənə sənin 2-in var. 4 dənə hüceyrən əmələ gəlib. Haploid olanda nə qədər olur? 4 dənə xromosom olur. İndi 2-ni neçəyə vursan, sən 2, 4 eləyər. B variantı, 2-ni 2-yə vursan. Yenə deyirəm, 1 dənə hüceyrəmdir, meyozun sonunda 4 dənə hüceyrə əmələ gəlir. Bu 4 dənənin də hər biri N xromosom dəstinə malik eləyir. Eləyir mi 4-in? Sənin də diploid dəstin X-dirsə, yəni sənin X-in 2-yə bərabərdirsə, indi sən 4-ü tapmalısan. X-i neçəyə vursan 4 eləyər, 2-yə vursan 4 eləyər. O da elədi B bəndi. İndi burada, əgər hüceyrələrin sayı N, onların hər birində xromosom diploid dəsti X-dirsə, onda hüceyrədə mitoz bölünmədən əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom ola bilər? İndi X-in sənin 2-yə bərabərdir. Mitozu da bir ana hüceyrədən 2 dənə hüceyrə əmələ gəlir. Ana hüceyrəm diploid isə əmələ gələn hüceyrələrində diploid olur. Cəmi eləyir 24. 2-ni neçəyə vursam 4 eləyər, 2-yə vursam 4 eləyər. O da eləyir C bəndi. Daha sonra mitoz bölünmənin anafaza mərhələsində verilmiş hüceyrələrin anafazanı yaz. 4N, 4C, 4D. DNT-si, yəni sənin 4D-in 4,2-yə bərabərdir. Meyoz bölünmənin sonunda da N, C, D 4 dəfə azalır. 4,2-ni bölürsən 4-ə, bu da eləyir 1,5. Adadovşanın qametində nüvə DNT-sinin kütləsi 4 vurulsun 10-a, yəni haploidi D bərabərdir, 4 vurulsun 10 üstü 12-yə bərabərdirsə, zigotun bölünməsinin profaza mərhələsində nüvədə zigotun bölünməsinin profaza mərhələsində onun nüvəsində 4C olur. İndi sənin D-in, yəni və ya 4D olur.
D'in 4-ə bərabərsə 4 vurulsun 4. O da eləyir 16 vurulsun 10 üstü 12. Şəkildə xoruzun toxumluğunun yetişmə zonasının mərhələsi keçmiş hüceyrə meyoz yolla bölünmə sxemi verilib. Xoruzun toxumluğucusu hamısı spermatozoiddir. İndi baxaq. Yəni A və B cinsiyyət xromosomunun quruluşuna görə hamısı oxşardır. Bu da eləyir Y bəndi.